Salam hörmətli izləyicilər, xoş gördük sizləri RTV kanalında. Əziz izləyicilər, bugün biz şuba salatı hazırlayacağıq. Deməli, əziz izləyicilər, bizim kanalımızda çox var şuba salatının, yəni növləri, toyuq əti ilə, digər balıqla. Bu əsl şuba salatıdır, qırmızı soğanla və belə deyək də, balıqla, selyotka ilə. Ona görə elə bu salat belə adlanır, selyotka pod şubay. İndi bunun üçün bizə nələr lazımdır? Təbii ki, çuğundur, kartof soğutma pişmiş, kök, yumurtalar, mayonez və qırmızı soğanla balıq. Deməli, əziz izləyicilər, ilk öncə biz başlayırıq bax bu balığımızla soğanımızı bax beləcə bir-birinə qatmağa. Bunu biz arasına edəcəyik. Yəni bir layımız bizim belə qırmızı soğanla balıq olacaqdır. İnandırım sizi, bu daha da gözəl. Əslində bu şuba salatı belə deyim də balıqlı olur. Sadəcə bizimkilər özündən Amerikanı ixtira ediblər deyə toyuq əti edirlər. Onun da bir gözəl belə deyim də tamı olur. Baxın, gördünüz. Gördünüz, bax beləcə. İndi biz başlayırıq bunları hazırlamağa. Yəni bu ərzaqlarımız balıq soğanla, yumurta, kök, kartof, çuğundur və mayonez lazım olacaq. Təbii ki, duz yoxda zövqə görə. Bu salat lay-lay olacaqdır. Deməli, əziz izləyicilər, gördüyünüz kimi belə bir qab qoyduq və deməli götürürük kartofumuzu bax beləcə sürkəşdən keçirdirik. Birinci layımız, deməli əziz izləyicilər, bizim kartof olacaqdır. Beləcə. Gördünüz, beləcə keçirdirik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bax kartofumuzu belə sürkəşdən keçirdik və hər tərəfinə yayılıq. Yayırıq ki, belə düz olsun. Baxın beləcə. Beləcə elədikdən sonra üzərinə duz əlavə edirik. Onu qeyd edim ki, əziz izləyicilər, kartofa duzu çox etmək lazımdır. Çünki kartofda duz olmur. Və belə, ona görə biraz gözünü çox etmək. Və mayonezimizlə beləcə iz salırıq. Belə. Gördünüz əziz izləyicilər, belə elədikdən sonra ikinci layımız balıqla soğan olacaq bizdə. Belə hər tərəfinə töküb, sonra deməli yayacaq. Belə. Və hər tərəfinə balığımızı yayırıq. Yaydıqdan sonra bir balaca da belə deyərdim, belə mayonez yaxırıq ki, çünki kartofa yaxmışıq, gözlə buna.
və digər layımıza keçirik. Yumurta olacaqdır digər layımız isə yak belə deyək, markov. Hansından istəsək edə bilərik. İstəyirsiniz markov edək, çünki axırda çuğundur edəcəyik. Bax, beləcə hər tərəfinə sürkeşdən keçirdirik. Deməli, əzizlərcə gördüyünüz kimi, baxın, kökümüzü də belə etdikdən sonra və hər tərəfinə yayırıq. Belə. Və bir balaca zövqə görə duz əlavə edirik. Və yenə də birəcə mayonez deyirik. Belə. İndi isə yumurtamızı üzərinə sürkeşdən keçirdirik. Yumurtamızı sürkeşdən keçirdirik. Deməli, əzizlərdə gördüyünüz kimi yumurtamızı da beləcə sürkeşdən keçirdik və hər tərəfinə belə yayırıq və mayonez deyirik. Belə. Zövqə görə də birəcə də duz əlavə edə bilərik və sonda çuğundurumuzu sürkeşdən keçirdirik. Beləcə üzərinə hər tərəfinə çuğundurumuzu edirik. Deməli, əzizlərdə gördüyünüz kimi çuğundurumuzu da belə elədik və hər tərəfinə yayırıq. Belə. Belə. Elə belə də mayonezlə də is salıq, bəzək olsun deyə. Belə. Belə də bəzəklər də vurmaq olar. Bax, belə. Belə. Baxın, əziz izləyicilər, belə də bəzək vurduq. İndi isə götürüb açırıq və belə deyərdim, bunu çıxardırıq.
Bunu çıxardıqdan sonra artıq demək olar ki, salatımız hazırdır. Baxın görün necə gözəl bir belə deyərdim salat alındı. Gördünüz əziz izləyicilər. Görün necə gözəl vay salat alındı. Belə. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.